İlk sualımız rəqəmin yazılışı və oxunuşuna aiddir. Biz rəqəmləri yazıb və oxuyanda baxmalıyıq mərtəbə siniflərinə, bir də mərtəbə vahidlərinə. Mərtəbə sinifləri deyəndə sağdan 3-ü ayırırdıq. Təkliklər sinifi, minliklər sinifi və milyonluqlar, sonra da milyardlıqlar sinifi. İndi bizə deyir ədəd 700 milyon. 700 milyon deyəndə milyonluqlar sinifini 3 dənəsini ayırdıq. Sonra deyir bizə 700 milyon 17. Minlik yoxdur deyə minlik olan mərtəbə vahidlərinə sıfırları yazırıq. 3 dənə sıfır. Və 17 dediyi üçün yazırıq. 17. Və belə bir variant axtarırıq. 700 milyon 17. Baxaq görək 700 milyon 17 hansı variantda var. Və baxırıq ki, Y variantı bizim misalımızın cavabıdır. Növbəti sualda isə deyir, ədədin yüzlüklər mərtəbəsindəki rəqəmi 3 vahid azaldıb. Yüzlük deyəndə 100 3 vahid azalıbsa olur ədəd, deməli onun ədəd 300 vahid azalmış olur. Yazırıq, ədədimiz 300 vahid azaldı. Azalmanı göstərdik. Sonra onluqlar mərtəbəsindəki rəqəm 7 vahid artdısa, onluq dediyi üçün 7-ni ona vurduq, oldu 70 artdı. 70 artdı. İndi bizdən deyir ki, ədəd necə dəyişər? 300 azalıb 70 artıbsa, deməli ədəd 300-dən 70 çıxırıq 230, azalma çox olduğu üçün olacaq 230 vahid azaldı. Yəni cavab olur C variantı. Növbəti sualımız fikir versək əgər hissəyə aid sualdır. Ədədin hissəsinin tapılması və yaxud hissəsinə görədən tapılması. Əgər bu tipli suallarda ilkin başlanğıc verilsə, o zaman ədədin hissəsinə görə tapıb həll eləyəcək. Yox, sonuncu məbləğ və yaxud da sonuncu verilsə, onda tərsdən gedəcək məsələnin həllinə. Və bizdə də baxırıq ki, ilkin pul verilməyib, Ayşənin ilkin cibində olan pul verilməyib. Ona görə ən sonda nəticədə qalan pul varsa, biz sondan əvvələ doğru məsələni həll etməyə çalışacaq. Gəlin, indi məsələni diqqətlə oxuyaq. Birinci, Ayşənin əvvəlcə 5-də 2-si, pulunun 5-də 2-si, yəni birinci halda fikir versək ki, 5-dən 2-si, 5-dən 2-si sonra isə qalan pulunu. Yəni bizi 5-dən 2-si gedirsə, deməli 5-dən 3-ü qalır. Tərsdən gedir, 5-dən 3-ü qaldı. Bunu yazaq. Qaldı. İndi deyir ki, bu 5-dən 3-ünün də, bu 5-də 3-ünün də 4-də 3-ünü xərclədi. Yəni bu 5-dən 3-ünü də xərclədi, 4-dən 3-ünü. 4-dən 3-ünü xərcləyəndən sonra nəticədə 90 manat qaldı. Yəni 4-də 3-ünü xərclədi. Deməli, fikir versək 4-dən 3-ü gəlsə 4-dən 1-i qalır. Yəni 4-də 1-i 90 olan ədədi tapmalıyıq. 4-də 1-i 90 olan ədədi tapmaq üçün də hissəsinə görə tapılır. Onu da 90-ı böləcəyik 1-ə, vuracaq 4-ə. Yəni biz tapacaq ki, 4-də 1-i 90 olan ədəd olacaq 360. Yəni 4-də 1-i 90-dırsa 4-də 3-ünü tapa bilərik. Yəni 1-i 90-dırsa 3-ü də 270. Ümumi olacaq 4-də 4. Yəni bura olacaq 360. Əgər bu 360-da 5-də 3 hissəsi 360 olan ədəddir. Yəni çünki 5-dən 2-sini birinci halda xərcləmişdi axı. 5-də 3 hissəsi indi 360 olan ədəd tapmalıyıq. Yəni 360-ı bölməliyik 3-ə. Vurmalıyıq 5-ə. Buna tapmaq üçün 363-ə bölüb 5-ə vuranda bizim cavabımız neçə olacaq? Yəni bizim ən sonunda cavabımız olacaq həmin ədəd. Vuraq bölək, 3-ə böldük, 5-ə vurduq, cavab oldu 600. Yəni cavabı olur 600. Növbəti sualımız da kəsrlərə aiddir.
düzgün və düzgün olmayan kəsirlər. Demişdik ki, düzgün kəsir məxrəci sürətindən böyükdür. Düzgün olmayan kəsirdə isə surəti məxrəcindən böyük və yaxud surət məxrəcə bərabərdir. İndi bizə deyir düzgün kəsir. Ona görə surəti məxrəcindən kiçik götürəcəyik. Və 2 ilə A-nın arasında vurma işarəsi var. Məxrəc daha böyük olduğundan indi A-nın yerinə elə qiymətlər yazmalıyıq ki, surətimiz 19-dan kiçik olsun. Və burada 1 yaza bilərik. 2 3 4 5 6 7 Görək 8 də yazmaq olurmu? 8 yazsaq 2 vur 8 16 üstünə üst gəldi 19 8 alınmır. Deməli 1 2 3 4 5 6 7 yazırıq. Bizə deyir ən böyüyünün ən kiçiyin hasilini. Yəni ən böyüyü ən kiçiyi 1-dir. Hasil deyəndə vurmadı. Vurulsun ən böyüyü də 7-dir. Yəni cavab olur 7 şəkil. Və 7 də olur B variantı cavabımız oldu. Yenə bölünənlə bölən arasında olan əlaqəyə aid sualdır. Bu sualda nəyə fikir vermək lazımdır? Bölən nədir, bölünən nədir? Onlara diqqət etmək lazımdır. Bölünən bilirik ki, bölənlə bölünənin cəmi deyilir ki, 520-dir. Yəni, bölünən birinci, bölünən də ikincidir. Həmişə bölünəni A bölünsün B bərabərdir. Deyir ki, bizdə natamam qismət 18, qalıq da 7-dir. Qalıq 7. İndi biz bölünəni tapmaq üçün, yəni A-nı tapmaq üçün A bərabər olur. Natamam qisməti vururuq bölənə, üzərinə də qalığı gəlirik. Yəni 18-i vururuq B-yə, olur 18B. Bərabərdir 18B. Üstünə də gəlməliyik qalıq. Qalıq da 7-dir. Üstə gəldi 7-dir. Yəni bizim bölünənimiz oldu bu şəkildə. İndi bölünənlə bölənin cəmi 520-dir. Bu zaman biz nə edirik? Bölünən zaten tapdıq 18 və üstə gəl 7. Bölən də B kimi qeyd eləmişdik. Fikir verdirsə. İndi bunların cəmi 520-dirsə, yəni 18B, yəni bu isə 18B üstə gəl 7, bir də üstə gəl bölənimiz də var B, bərabərdir 520. 520. İndi buradan baxırıq ki, 18B, bir dənə də B olur 19B. 19B'miz bərabər olmalıdır. 520-dən 7 çıxırsa olur 513. Və indi 513-ü bölməliyik 19-a. Görək cavab neçə eləyəcək. 513-ü 19-a böləndə 2 dəfə, yəni B-miz olur. B bərabərdir. Çubuqlu bölmədən istifadə eləyək. Ən rahatı budur. ...513 böl 19. 51-in için 19 2 dəfədir. Yəni 38. Və indi 51-dən 38 çıxanda 3 və burada 1 qaldı, 4-dən 1 çıxanda 1, 133. 133-in içində də 19 7 dəfədir. Yəni bizim B-miz, bölənimiz oldu 27. İndi B-miz 27-dir. B-nin yerinə 27 yazaq. Görün bizdən nəyi soruşur? Deyir ki, bölənlə natamam qismətin cəmini tapın.
Yəni bölənimiz artıq məlumdur bizdə. 27 tapdıq. Yəni B bərabərdir 27. B bərabərdir 20. Bölənlə natamam qismət. Yəni bölən 27-dir. Natamam qismətdə zaten verilmişdi 18. İndi 27 ilə 18-in cəmi lazımdır. 27 ilə 18-in cəmi natamam qismət buradadır. 18. Bu ikisini də cəmi toplayanda altta toplamadan istifadə edirik. 27 üstə gəl 18. Bu da bərabərdir 45. Yəni doğru cavabımız olur A variantı 45. Növbəti sual yenə hissiyə aid olan sual tipidir. Və fikir versək ki, burada bizdən nə soruşulur və biz nəyi tapmalıyıq? Deyir ki, sinifdə 120 şagirdin, bax diqqətlə oxuyur, 120 şagirdin artıq verilən birinci verilibsə, artıq 120-nin 15'də 11 hissəsi dərnəklərə gedir. Yazırıq. Dərnəklərə 120-nin 15'də 11'i gedir. Yəni 120-nin 15'də 11 hissəsi tapmaq üçün 120-ni bölürük 15'ə, vururuq 11'ə. Bu da bərabərdir. 120-ni 15'ə bölünə 8, vurduq 11'ə 88. Yəni fikir versəz, bu dərnəklə gedən 88 nəfər var. İndi bu 88 nəfər də bölünüb artıq. Dərnəyə gedənlərin 8'də 5 hissəsi qızlardır. Yəni bunun 8'də 5'i qızlardır. Yazıram qız. Yəni 88'in 8'də 5'ini tapmaq üçün nə edirik? 88'i bölürük 8'ə, vururuq 5'ə. 8'dən 5'i deyirək. Bu da eləcək 55. Deməli 55 dənə bizdə oldu qız. Neçə oğlan gedir? Yəni 88 idi. 8'dən 5'i 55'dirsə, deməli oradan 88'dən 55 çıxırıq ki, biz oğlanları tapaq. Deməli oğlanlar da olur 33 dənə. Yəni doğru cavab olur 33. Növbəti misal tipimiz belə bir misaldır. Yenə minliklər, mərtəbə vahidlərinə aid olan sualdır. Həm də yuvarlaqlaşdırma var burada. Deyir ki, minliklərə qədər yuvarlaqlaşdırıb 3'ə vurduqda 27 min alınır. Yəni 3'ə vuranda 27 min alınırsa, deməli bir ədəd tapmaq üçün 27 mini bölürük 3'ə. Bilmirik də x tapmaq üçün. İndi 27 mini böləndə 3'ə eləyir 9000. İndi biz 9000 tapdıq. Bizə deyir ki, alınan ən böyük 4 rəqəm nədədir? Rəqəmləri cəmini tapın. Yəni yuvarlaqlaşdıranda 9000 olan ən böyük ədəd tapmalıyıq. Biz də demişdik ki, bu yuvarlaqlaşdırmanın əsas qaydası nədir? Bu da 1000'dir. Fikir verirsinizsə. Ən böyüyünü tapanda 1000'i bölürük 2'yə. Çünki 1000'i 2'yə böləndə elədi 500. Bir dəfə ən böyüyün ən kiçiyin tapılma qaydası necədir? Ən böyük ən kiçiyin tapanda 1000'i böldünüz, 1000'ə qədər dedik. 1000'i 2'yə böləcəkdi 500. Bu 500 və yazdıq 500. 900'dən 500 çıxanda ən kiçik olur. Yəni yuvarlaqlaşdırma 8500. 8500 ən kiçik olur bizdən. Bizə ən böyüyünü soruşur. Bu 9000 üstünə 500 gəlmir.
500-dən 1 vahid çıxıb 9000 üstünə gəlirik. O da eləyəcək 9499. Ən böyüyü də olur 9499. Bizə deyir ki, indi bunun rəqəmləri cəmi tapın və sizdən fikir verin burada. Demir ha, rəqəmləri müxtəlif və yaxud da ki, rəqəmləri müxtəlif təkədə, cütədə sözü verməyib. Sadəcə deyir ki, minliklərə qədər yuvarlaqlaşdırıb 3-ə vurdu, 27.000 alınan ən böyük 4 rəqəmli ədəd. Demir rəqəm. İndi bu rəqəmlərin cəmi tapmalıyıq. Yəni 9, 4, 9, 9. Bunların cəmi tapmalıyıq. Ən böyüyü budur. Ən böyük oldu bu. İndi bunu da cəmi tapanda 9 üstə gəl 4, 13. Üstə gəl 9, 22. Üstə gəl 9, 31. Cavabımız olur 31. Variant oldu. Bir də təkrar. Yəni biz bunun həll etmək üçün yuvarlaqlaşdırmada nə elədik? Ən böyüyün kiçiyin tapılması rahat qaydası. Ən böyüyün tapılma qaydamız hansı mərtəbə vahid deyirsə, 1000 deyirsə, bir daha 1000-i 2-yə bölürük. 1000-i 2-yə böləndə 500. Ədədin özündən 500 çıxanda ən kiçiyi olur. Bu ən kiçiyidir. Və 500 ədədin üzərinə 500 gəlmirik. 500-dən 1 vahid çıxırıq. 499. 900 üstə 499 yəni də ən böyüyünü tapmış oluruq. Bu cür tapıb əldə edirik. İndi növbəti misalımızda deyir ki, 2 ədədin fərqi 216-dır. Azalanı və yazırıq. 2 ədədin fərqi 216-dır. Və fərq deyəndə birinci olur azalan, sonra çıxılan, bərabərdir fərq. Fərq 216-dır. Azalanı 56 vahid azaltdıq. Yəni fərq 216 yazan bərabərdir. Fərq bərabərdir 216. Yəni bunun rahat qaydası nədir onu izah etmək istəyirəm. 216. Əgər azalan azalanda fərq də azalır, azalan artanda fərq də artır. Azalanla fərq eynidir. Bu artanda bu da artır, bu azalanda bu da azalır. Amma çıxılandan fərq tərs nədir? Çıxılan azalanda fərq artır, çıxılan artanda fərq azalır. İndi deyir ki bizə azalanı 57 vahid azaldım. Azalanı 57 vahid azaltmaq, yəni fərqi 57 vahid azaltmaq deməkdir. Və yazıram, fərq 57 azaldı. Fərq 56 azaldı, üzr istəyirəm. Fərq 56 azaldı və yazıram 56 azaldı. Yəni fərqlə azalan eynidir. Nədirsə odur. Amma çıxılan 44 vahid artırmışıqsa, çıxılanı 44 vahid artıranda fərqlə dedik ki, tərsdir. Yəni bu artanda bu azalır. Yəni təkrar edirəm, bu artanda bu azalır. İndi baxırıq. Bu da azaldı. Yəni 44-də bu azaldı. 44-də altına yazıram. 44-də azaldı. 2 dənə azalma var. Fikir versəz. 56 üstə 44 gələndə eləyəcək 100. 100 azalanımız, yəni fərqimiz Fərqimiz 100 vahid və fikir verdiniz 100 vahid. Hər ikisi azalmışdır. 100 vahid azaldı. İndi bizə deyir ki, fərq necə dəyişir? Yəni 100 vahid azalır. Baxın, 100 vahid azalır, olur Y variantı. Yəni cavab olduğu Y variantı. Yəni təkrar edirəm. Bizdən əsas burada nəyə fikir vermək lazımdır? Azalan, çıxılan fərq yazdıq. Bu fərq 216-dır. Bu öz yerində. Deyir, azalanla, yəni təkrar, azalanla fərq ikisi də eynidir. Yəni azalan 56 vahid azalmışdır. Deməli fərq də 56 vahid azalmalıdır. Yəni 216-dan 56-ın çıxmalıydı. Bizdən onu demir ki, fərq sonda neçə oldu. Sadəcə deyir ki, fərq necə dəyişir. Yəni çıxmağa ehtiyac yox idi. Sadəcə yazdım. Azalan 56 vahid azalanda fərq də 56 azaldı. Çıxılan 44 vahid artanda fərq 44 vahid azaldı. Hər ikisi azalma olduğundan topladıq. Ümumi azalmaya baxdıq ki, 56 üstə 44 gəldi 100 vahid azalma oldu. Növbəti sual tipimiz də elə bunlara aiddir.
Sadəcə buradan bizdən nə soruşur? Biz nəyi tapmalıyıq? Deyək ki, 3 ardıcıl tək ədədin cəminin 9'da 5 hissəsi 105'ə bərabərdir. Bu tipli suallar yazanda bir tənlik qura bilərik. Bir də rahat yolumuz var. Rahat yolumuz nədir? Birinci, 9'da 5 hissəsi 105 ona da tapırıq. Bu da hissəsinə görə də tapanda 105'i bölürük 5'ə, vururuq 9'a. Yəni bunu tapmaq 3 dənə ədədin cəmini tapmaq deməkdir. 105'i 5'ə böləndə elədi 21, vurduq 9'a elədi 189. 189. İndi bizdən nə soruşur? Gəl ona baxaq. Bu 3 dənə ardıcıl tək ədədin cəmi 189 oldu. Biz 3 dənə dediyi üçün ardıcıl təkdir özü də. Dərhal bu 189'u bölürük 3'ə, 3 dənə ədəd dediyi üçün. 3'ə böləndən sonra 3'ə bölürük. 189'u 3'ə bölək göyə neçə alınır? Birinci ona baxaq. 189'u böldükcə və 3 dənə ədəd yazıram. 1, 2 və 3. 189'u 3'ə böləndə həmişə 3 dənə ardıcıl təkdir. Yəni və yaxud da 3 dənə ardıcıl ədəd, 3 ardıcıl cüt deyəndə nədir? Ümumi cəmi böldükcə həmin böldüyümüz cavab həmişə ortada duran olacaq. 189'u 3'ə böləndə 189 böl 3. Elədi cavab 63. Yəni 63 bizdə ortada duran ədəddir. Yəni ikinci ədəddir. Ardıcıl tək dediyi üçün 63'dən kiçik tək ədəd 61'dir. 61. 63'dən böyük tək ədəd 65. İndi gəlin ümumi şəkildə bizə deyir ki, hələ bütün cavabımızı tapmamışıq. Bizdə bunu soruşmur. Bizə deyir ki, indi bu ədədində bu ədədlərin də böyüyünün 5'də 2'si, yəni böyüyü 65'dir. 65'in də 5'dən 2 hissəsini tapanda tapınma qaydamız var idi. 65'i 65 böl 5 vur 3 vur 3. 5'ə böldüm 13, 3'ə vurdum 39. 13 3'ə 2, 5'də 2 düz istəyirəm. 5'dən 2 hissəsini deyirmiş burada. 5'ə bölüb 2'yə vurmalıyıq. Yəni 5'dən 3'ü görmüşəm, ona görə biraz 5'dən 2 hissəsi dediyi üçün mən misal şərtinə baxın, deyir ki 5'dən 2 hissəsini tapın. Yəni 5'ə bölüb 2'yə vurmalıyıq. Vur 2. Yəni 5'ə böləndə 13, 2'yə vurdum 26. Yəni cavab olmalıydı 26. Oldu cavab B variantı. Növbəti misalımız. Bu misal digərlərindən biraz fərqlidir. Fərqli bunun hardadır? Yəni ümumi şəkildə məlumatlar gərək qeyd eləməliyik. Ondan sonra deyir 3 otaqlı mənzil ümumi sahəsi 120'dir. Yəni mənzildir, 120 kvadratlıq bir mənzil. Deyir ki, qeyri-yaşayış hissəsi mənzilin 4'də 1'dir. Yəni qeyri-yaşayış hissəsi deyəndə o yaşanılmayan hissə, yəni koridordur filandır, yəni bu şəkildə. İndi qeyri-yaşayışı 120'nin 4'də 1'dir. Bax yazıram. Qeyri-yaşayış.
qeyri-yaşayış, qeyri-yaşayış bərabərdir. 120-nin 4də 1, yəni 120-ni 4-ə bölüb 1-ə vursa elə 30. Qeyri-yaşayış oldu 30. İndi deyir ki, qeyri-yaşayış hissəsi mənzilin 4də 1 hissəsini təşkil edir. Burada fikir verin, oldu 30. Birinci otaq qeyri-yaşayış sahəsinin 6da 5 hissəsi, bax birinci otaq, yəni birinci otaq, qeyri-yaşayışın 30'un 6'da 5 hissəsi, yəni 30'un 6'da 5'i necə tapırıq? 30 böl 6 vur 5. 30 böl 6 vur 5. İndi bunu 30'u 6'ya bölüb 5'e vururuq. Burada birinci otağı tapırıq. 30'u 6'ya bölüb 5'e vuranda 25. Deməli, birinci otağın sahəsi olur 25. Sonra keçirik indi deyir ki, ikinci otağın isə 9'da 5 hissəsini təşkil edir. Yəni, birinci otaq, bax, fikir verin misalın şərt. Birinci otaq qeyri-yaşayış sahəsinin 6'da 5 hissəsi yenə birinci otaq, ikinci otağın 9'da 5 hissəsidir. İndi ikinci otağımızda, yəni 9, nəyin 9'da 5 25'dir və yaxud da 9'da 5 hissəsi 25 ona da tapırıq. Yəni, burada da 25'i bölürük 5'ə, vururuq 9'a. 25'i 5'ə bölüb 9'a bana deyir 45. Deməli, biz artıq ikinci otağında 45 olduğunu tapdıq. Bizə deyir, indi üçüncü otaq nə qədərdir? Üçüncü otaqda nə qədər olduğunu tapmaq üçün artıq hər şey var əlimizdə, gəl ona görə tapaq. Baxırıq, qeyri-yaşayış 30, birinci 25, ikinci 45. Topladıq hamısını. 55 oldu 100. Və baxırıq ki, bizdən ümumi sahə 120-dir axı. Üçüncü otaqda qalır onda 120-dən sıxırıq 100'ü, bu üçünün cəmini. Yəni cavab olur 20. Yəni düzgün cavabımız olmalıydı 20. 20 də A variantında var. Olacaq cavab 20 şəkil. Növbəti yenə kəsirlərə aid belə bir misaldır. Bizə deyir ki, 5'də 4, 5/4'də 1'i çevirmək lazımdır onluq kəsirə. Onluq kəsir, biz demişdik ki, qayda olaraq, onluq kəsir nədir? Onluq kəsir ümumi şəkildə məxrəci 10, 100, 1000 edə biləcəyimiz kəsirlərə demişdik onluq kəsir. Fikir verin, 5/4'də 1'dir və yazalım, 5/4'də 1'dir. Bunun məxrəcini biz 10 eləyə bilmirik, çünki 4'ü neyəsə vuranda 10 olmur. Amma 100 elə bilirik də, 4'ü 25'ə vuranda 100 edir. Onda 1'i də 25'ə vurmalıyıq, kəsirin qaydasıdır. 4'ü 25'ə vuranda zaten 100 elədi, yəni 100. Bir də 25'ə vuranda 25. Yəni bunun onluq kəsir şəklində yazanda olacaq 5/25. Yəni cavab olacaq 5,25. Yüzdə də oxunuş qaydası 5/25. Yəni cavablarda olacaq cavab 5/25 şəklində cavabımız. Yəni təkrar onluq kəsiri etmək üçün biz məxrəci 10, 100, 1000'ə gətirmək lazım gəlir. İndi növbəti sual tipimizdə deyir ki, birinci ədəd 420, ikinci ədəd bundan 130 azdır. Dərhal məsələni həll etmək üçün tam hissə modelini qurmalıyıq, yəni verilənləri qeyd etməliyik. Birinci ədəd 420 yazıram, birinci, qarşısına yazıram 420. Və sonra deyir ki, ikinci ədəd, indi ikincində yazıram. İkinci ədəd deyir, bundan 130 az, yəni nə deməkdir? 420'dən 130 çıxırsan. 420 çıx 130. Bunda çıxanda yerdə 290. Deməli, ikinci ədədimizdə oldu 290. Sonra deyir ki, üçüncü ədəd isə ikincidən 5 dəfə azdır. Üçüncü ədəddə yazırıq. Yəni 290'dan 5 dəfə az nə deməkdir? 290'ı 5'ə bölmək deməkdir. 290'ı böldüm 5'ə. 290'ı 5'ə böləndə elədi 58. Oldu 58. İndi deyək ki, bu 3 ədədin cəmini tapın. Cəmini 420, 290, 58. Toplamaq lazımdır.
420'nin üstə 290 gələndə elədi 610. 610'un üstündə 58 gələndə elədi 668. Yəni doğru cavabımız o. Yəni bax, toplamanı da burada yazdım ki, alta toplamanın daha rahat. Ne inirsiniz? 290, bir de 58. Topladıq 8. 2 üstə gəl 9. Elədi 11 üstə gəl 5 16. 6 yazırıq bir yadda. 4 üstə gəl 4 üstə gəl 2 6. Yəni cavab oldu 290 768. 768 cavab olur A variantı. 6 bir də yadda 7. Oldu bu şəkildə. Aha, maraqlı və ən çox düşən sual tiplərindən biri deyir ki, bu hasildə neçə dənə sıfır var? Biz hasilin neçə sıfırla bitdiyini tapmaq üçün 0 yəni məsəl üçün 0'dır. Ha, bu 0. Yəni bu 10 deməkdir də, elə bil. İndi 10 nəyə vuranda 10 eləyir? Yaxud 2'ni 5'ə vuranda 10 eləyir. Deməli, biz bu hasildə 2 və 5'lərin sayına baxmalıyıq. Ona görə də görək 17'nin içində 2'lər varmı? 17'nin içində 2 yoxdur. Ona görə 17'ni silirəm. Amma 44'ün içində, yəni 44'ü vuruqlara ayıranda 2 vur 2 vur 11 kim olur? Yəni 44'də, yəni 2 dənə 2 var. 2 vur 2 oldu. Ancaq 2 ilə 5'lərə baxmaq. Çünki son sıfırla qutarmaq üçün 2 vur 5 olmalı. 35'də 5 vur 7, bir dənə 5 var. Sonra 120'ni də vuruqlara ayıranda 120'ni vuruqlara ayıranda, yəni vuruqlara ayırmaq budur. Yəni görək 2 neçə 2 var? 2, 60, 2, 30, 2, 15, 5 və 3 var, 3 yazmır. Yəni 120'də 2 vur, 2 vur, 2 vur, 5 var. 2 vur, 2 vur. Bir dənə də 5. Bu 120'ni də yazdıq. Və sonra yəni vuruqları ayırmalıyıq ki, ancaq 2 5'ləri götürməliyik. Biz ancaq o lazım. Çünki son sıfırla bitməlidir. 2 vur 5'dir. 79'da 2 ilə 5 yoxdur. Amma 125'də vuruqları ayırsanız görəcəyik ki, 3 dənə 5'ə vuruqları ayırır. 5 vur, 5 vur, 5 demək. Yəni 5 vur, 125. 5, bir dənə də vur, 5. Bu da 125 də budur. Keçirik sonra 86. 86'da bir dənə 2 var. 2 vur 43, yəni bir dənə də 2 buradan yarandı. İndi biz 2 vur 5'lərin, yəni 5'lərlə 2'lərin sayları eyni olmalıdır. Fikir verin. 2 vur 5, bir dənə 0 burada yarandı. 5 vur 3 dənə 5, 3 dənə 2. Bunları da vuranda 3 dənə 0 burada yarandı. Və 2 vur 5, bir dənə 0 burada yarandı. Bunun 5'i yoxdan onda 0 yaranmır. Deməli 1 0, 2 0, 3 0, 4 0, 5 0. 5 dənə 0'larda var. Cavab D variantı. Təkrarlayıram. Neçə sıfırla bitdiyini demək üçün. Yəni 0 deyəndə 10 kimi nəzərdə saxlayırıq. Siz deyəcəksiniz ki, bəs niyə 100 kimi olmur? 100 də ola bilər. Bizə 0 bir dənəsi lazım oldu. Onun üçün 10'dur. 10 da vuruqlarına 2'ni 5'ə vuranda 10 edir də. Ona görə 0'dan bitir. Biz nə edirik? Dərhal ədədlərdən biz 2'ləri bir də 5'ləri seçməliyik. 17'nin içində 2 vuruğu kimi yoxdur. Ona görə 17'ni götürmürük. Amma 44'də 2 vur 2 vur 11'də 2 dənə 2 var. Onu yazdım. 35'də 5 vur 7, bir dənə 5 var. Onu yazdıq. 7'ni yazmağa ehtiyac yoxdur. Çünki 5 ilə vur 2 yazmalıyıq. 120'ni sadə vuruqlara ayırdım. 2 vur 2 vur 2 vur 5, bir dənə də 3 var. 3'ü yazmağa ehtiyac yoxdur. 2 vur 2 vur 2 vur 5'ləri yazdıq. 79'da 2 5 yoxdur. 125'də də 3 dənə 5 var. 5 vur 5 vur 5. 86'da bir dənə 2 var. 2 vuruğu kimi yazdım. Və 2 vur 5'lər neçədir? 0 neçədən yaradır? Onlara baxmalıyıq və fikir verdiniz ki 5 vur 2 0. Burada 3 dənə 5, 3 dənə 2, 3 dənə 0 yaranır. Burada bir dənə 2'nə 5 yoxdur. Ona görə 0 yaratmır. Yəni cavab olur 5 dənə 0. Sonra keçirik növbəti misala. 120 metr parçadan 5 şalvar tikilirsə, bu tipli sualları 2 cür yaza bilərik. Bir tənasib qura bilərik. Bir də həll etmə üsuluna, yəni 120 metr parçadan 5 şalvar tikilsə, bir dənə tapa bilərik. Yəni 5 dənə şalvara 120 metr parça lazımdırsa, bir dənə şalvarı tapmaq üçün 120'ni 5'ə bölürsünüz. 120 böl 5.
120-ni də 5-ə böləndə artıq bilirik. Çubuqla bölmədən 12-nin içində 5 2 dəfədir. 10. Burada 2 qaldı. 20-nin içində də 5 4-dür. Yəni bir dənə şalvara 24 metr parça lazımdır. İndi bizə deyir ki, 12 belə şalvara nə qədər parça lazımdır? Onu tapmaq üçün nə edəcəksən? Bir dənəsi 24 isə 12 dənəsində 12 vuracaq 24-ə. 12 vur 24. 12-ni 24-ə vuranda gəlin 6-da vurma qaydasına tapaq. 4 vur 2 8. 4 vur 1 4. 2 vur 2 4. 4'ü artıq buradan yox, ikinci ədədin altına yazmalıyıq. 1 vur 2 də 2. Yəni cavab olur 288. Doğru cavab 288 hansı variantda var? E variantında var. Bu birinci qaydası. İkinci qaydamız tənasib yoludur. Tənasib yolu nədir? Dərhal verilənlərə görə qeyd edilir. Nə verilir? Deyir ki 120 metr. Amma verilən bax 120 metr 5 dənə şalvardır. Şalvar. İndi deyir ki 12 belə şalvar şalvarın altına 12 dənə şalvar yazdıq burada. Nə qədər parça lazımdır bilmirəm da x. Və çarpaz vurmaqdan istifadə edir. Yəni 5'i vurur x olur 5x bərabərdir. 120 vur 12. Bunu da gəlin ixtisar qaydasından tez tapaq. X'i tapmaq üçün edir. 120 vur 12 böl 5. Bunu da ixtisar gedir. Qalı 24. 24 12 var. Cavab olur 288. Yəni cavab oldu. Doğru cavab 288. Y variantında var. Yəni həll qaydamız ya tənasiblə ya da bu cür həll edib cavabı tapmaq lazım gəlir bizdə. Növbəti yenə kəsirlərə aid sualdır. Biz kəsirləri toplayanda gətirməliyik bunları eyni məxrəcə. 15 ilə ona eyni məxrəc 30'dur. Yəni kök tapılma qaydasıdır. 30 eləmək üçün bunu 2'yə vurduqsa bunu da 2'yə vururuq. 28 üstə gəl. 30 eləmək üçün bunu 3'ə vurduqsa bunu da yuxarında 3'ə vurmalıyıq. 21. Bunları toplayanda yəni 30'da məxrəc olduğu kimi müqasirətləri toplayırıq. 30'da 49. Bunu da vursaq 7'də 3'ə. Vuranda da ixtisar gəlsə ixtisar edirsiniz. Getmirsən məxrəci sürətə vurursunuz. Burada görürsünüz ki bu 7 ilə 49 ixtisar gedir. Burada 1 qalır, burada 7 qalır. Bununla da bir ixtisar gedir. Burada 1 qalır, burada 10 qalır. Və cavab olur 10'da 7. 10'da 7 ya 10'da 7 kimi yazıla bilər cavablarda. Ya da elə 10'luq kəsirdə 0,7 kimi. Yəni cavablarda ya budur ya ikisindən biri də ola bilər. Hansı olsa cavabı götürəcəksiniz bu şəkildə. Qutuda deyir ki, yenə hissəyə aid məsələdir. Qutuda deyir şarların 4'də 1 hissəsi qara. Dərhal yazırsınız. Qara 4'də 1. Sonra yaşıl 3'də 2. Burada deyir ki, qırmızı 5 dənədir. İndi biz bu tipli sualları yazanda bu qırmızı 5 dənə deyəndə bunu necə yazaq? Baxaq görək ilk öncə nəyə? Gətirin bunu hissələrə gətirək. Eyni məxrəcə. 12'də 12 eləyirik. 12 eləmək üçün 3'ə vurduq. 3. Bu da 12'dir. 12 eləmək üçün 8. Və fikir verin. Ümumi qırmızı, yaşıl, bir də qara. Bir dənə də qırmızı yazıram burada. Yəni bunların hamısına ümumidə 12'də 12 olmalıdır. Baxın 12'də 3 qaradır. 12'də 8 yaşıldır. 12'də 11'dir. Deməli bu qaraya, yəni buna sadəcə 12'də 1 hissə qalır. Çünki ümumi 12'də 12'dir. İndi baxın. 12'də 1 hissəsi, baxın 12'də 1 hissəsi neçəndir? 5 dənədir. Bizə deyir ki, neçə qutu qara şal var? Qara da 12'dən 3'də axı. Baxın 12'dir. Yəni 12'dən biri 5'dirsə 12'dən 3'ü də, yəni 3'ü 5'ə vururuq. Gelir 15'dir. Yəni doğru cavab olur 15. Sonra növbəti sualımız yüzlüklərə aid olan sualdır. Deyir, ədəd neçə yüzlük var? Yüzlüğün tapılmasında mərtəbə vaidlərdir. Ədədi yazırıq 764.359. Ədədi yazandan sonra yüzlük var denilir. Yüzdə 2 dənə sıfır olduğu üçün 2 dənəsini silirik. Cavab nə qalır? 7643. 7643 aradır. Neçə yüzlük, neçə minlik, neçə onluq var deyəndə sıfırların sayına baxırıq. Yüzlük 2 dənə sıfır var, 2 dənəsini silirik. Minlik 3 dənə sıfır var, 3'ünü silirik. Təklik deyəndə isə hər bütün ədədlərin özləri qədər təklikləri var. O yaddan çıxmasın. Qalanları sıfırların sayına görə silirik. İndi keçirik növbəti sualımıza. Növbəti sualımız deyir ki, top hər dəfə atıldıqda 4'də 3'ü qədər hündürlüyə qalxır. Bax,
topun atılma qaydası, yəni top müəyyən hündür, amma 200 və deyir ki, 250 metr hündürlükdən atılan top. Bax bu 250 metr, 256 metri bura yazırıq. Buradan top altı atılır, bir dəfə gəldi, bura düşdü. Sonra buradan bir dəfə yerə dəymə bu oldu. Bax qalxdıq bura müəyyənsə. Bu qalxanda artıq 256 qalxmır. 256-nın 4də 3-ü qalxır. 256-nın 4də 3-ün tapılma qaydasını dedik bayaqlar ki, 256-nı bölürük 4-ə, vururuq 3-ə. 4-ə bölüb 3-ə vuranda 256-nı 4-ə böldüm 64, vurdum 3-ə 192. Yəni bu artıq bura qalxanda 192 metr qalxacaq. 256 qalxmayacaq. Sonra yenə buradan atılırlar. Yəni baba, bu artıq ikinci dəfə yerə dəymədi. Yenə bu artıq 192 qalxmır. Çünki deyək ki, hər dəfə 4-dən 3-ə dax, ikinci dəfə yerə dəyəndə artıq 109, bu dəfə artıq 192-nin 4də 3-ü qədər qalxacaq. 192-nin 4də 3-ü tapanda yenə eyni qayda ilə 192-ni bölürük 4-ə, vururuq 3-ə. 192-ni 4-ə böləndə 48. 48-i də 3-ə vuraq. 48-i də vuraq 3-ə. 48 vur 3. 48-i 3-ə vuranda 4, 1, 24. 4 yazıq 2 ya da 14. Yəni cavab olur 144. Artıq bu dəfə qalxanda olur 144. Yəni bu hələ 3-cü dəfə dəyməyib. Çünki bizə deyir ki, top neçə dəfə dəyməlidir? Fikir verin. Cavabda da 3 dəfə yerə dəydi. Bu da yenə yerə dəydi. 3-cü dəfə artıq yerə dəydi. İndi bu qalxmalıdır. Artıq 144-ün 4də 3-ü qalxacaq. 144-ün də 4də 3-ü, 144-ü bölürük 4-ə, vururuq 3-ə. 144 4-ə böləndə elədi 36, vurdum 3-ə elədi 108. Və fikir verin, 108 3-cü dəfə dəyib qalxanda olacaq 108. Yəni cavab oldu 108. Yəni təkrar edirəm. Həll etmək üçün nə edirsiniz? Bax, çəkin özünüzdə belə. 3 dəfə yerdən birinci yerə dəymə, ikinci yerə dəymə, üçüncü yerə. Bunu davam edir. 4 dəfə edə bilər, 5 dəfə edə bilər. Ümumi şəkildə verilənə görə tapmaq lazım gəlir bizdə. Sonra növbəti sualımız mərtəbə vahidlərinə aid olan sualdır. Deyir ki, ədədində 6 rəqəminin mərtəbə qiymətlərini, bax, fikir verin burada. Yəni ədədi yazırsınız dərhal və oxuyuruq da. Ədədləri oxumaq üçün 3-3 ayırırıq. 3-3 ayıranda oldu 36 milyon 45 min 626. 626. Deyək ki, 6 rəqəmini dərhal 6-ların altından xətt çəkirik. 6-ları gördük, altından xətt çəkdik. 6 rəqəminin mərtəbə qiyməti. Mərtəbə qiyməti deyəndə, mərtəbə qiymətlərini cəm deyəndə 6-ların özlərini aşağı düşürürük. Qalanları 0 oldu. 6 olmayanlar 0 olmalıdır. Mərtəbə qiyməti budur. Yəni bu cavab haradadırsa cavab olacaq bu şəkildə. Mərtəbə qiymətlərinin cəmidir. Bəli, cavab oldu bu şəkildə. Görək harada var bu. Yəni cavab olur C variantı. İndi bizdən desə ki, mərtəbə qiymətlərini yox, mərtəbə vahidlərinin cəmi desəydi, bu zaman nə edəcəyik? 6-ların yerinə 1 yazacaqdıq. Yəni mərtəbə vahidləri deyəndə, vahidlərin cəmi deyəndə, yəni 6 deyəsə onların yerinə vahiddir, 1 yarar. Amma bizdə deyirdi ki, burada mərtəbə qiymətlərini cəmdə edir üçün hansı ədəd deyirsə onun altından xətt çəkirik və onu olduğu kimi aşağı düşüb qalanları 0 şəklində yazmaq lazımdır. Yəni cavabımız olur burada C variantı. Sonra qalıqlı bölməyə aid suala baxırıq. Deyir ki, qalıqlı bölmədə bölünənin ən çox neçə olduğunu bilmək. Biz də qalıqlı bölmədə demişdik ki, bölən, həmişə bu bölən qalıqdan böyük olmalıdır. Və yaxud da ki, qalığa bərabər heç vaxt ola bilməz. Ancaq qalıqdan böyük olmalı. İndi bu qalığımız 9-dan kiçilədir. Çünki bölən 9. 9-dan kiçilədir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni 9-dan kiçiklər olmalı. Bizə deyir ki, bölünən ən çox deyəndə qalığın ən böyük qiymətini yerinə yazır. Yəni qalıq 8 olacaq. İndi onu tapanda nə edirdik? Böləni vururduq. Yəni 9-u vururduq 18-ə. Vurduq 18-ə. Dedik ki, bölünənin ən çoxu deyəndə qalığın ən böyük qiyməti. Üstə gəlirdik qalığın. Ən böyük qiymətdə qalığı neçədir? 8-dir. İndi 9-u 18-ə vurub üstünə 8 gələndə cavab neçə edir? 9-u 18-ə vuranda 9 4 8 2 72 2 yazırıq 7 yazda 16. 162-nin də üstünə 8 gələndə cavab olur 170.
Yəni doğru cavabımız olmalı 170. Baxaq görə 170. Bəli. Və burada belə bir qayda da ola bilər. Deyək ki, bölünənin ən kiçik qiymət neçə olur? Bölünənin ən kiçik qiymət deyəndə qalın yerinə 0 yazacaqsınız. Bax, bunu yadda saxlayın. Ən böyük deyəndə qalıq həmişə böləndən 1 var kiçik yazıb, sonra natural qisməti vurdunuz bölünə üstünə qalıq gəlməz. Ən kiçik deyəndə qalıq yerinə 0 yazmaq lazımdır, sonra həll etmək. Salam dəyərli müəllimlər, sizi salamlayan Taimin ibtidai sinif üzrə Azərbaycan dili fənninin təlimçisi Sona Əliyevadır. Bugün Taimin ibtidai siniflər üçün keçirdiyi, ibtidai sinif müəllimləri üçün keçirdiyi sınaq imtahanının Azərbaycan dili fənninin izahına baxırıq. Erkən demək deyir, mətnə əsasən doğru cavabı tapın. Mixi yazılı mətnlərdə birtərəfli məlumatların verilməsi onların ümumiyyətlə etibarlı mənbə sayılmamasına səbəb olur. Burada ümumiyyətlə sözü biraz ehtiyatlı olmağımıza səbəb olur. Niyə? Çünki biz mətni oxuyanda görürük ki, yazılıb ki, onlar bir qayda olaraq Assuriya və Urartu hökmdarlarının Manna və onun qonşuluğundakı torpaqlara hərbi yürüşü zamanı çaldığı qələbələr haqqında ağız dolusu danışır, uğradığı məğlubiyyətlər haqqında isə susurlar. Deməli, qərəzlidir, deməli, etibarlı tarixi salnamə deyil. Amma Manna tayfaları, onların məşğuliyyəti haqqında tutarlı məlumatlarla zəngindir. Və son cümləyə baxaq. Bu baxımdan mixi yazılı mətnlər öz elmi dəyərlərini bugün də saxlayır. Cümlələrinə əsaslansaq, ümumiyyətlə sözünə görə A variantını düzgün götürməyəcəyik. Tarixi səlnamə kimi etibarsızdır, amma həmin vaxt orada yaşayan etnosların həyatından, fəaliyyətindən, məşğuliyyətindən, təsərrüfatından bəhs edən mənbə kimi zəngin mənbə olaraq qəbul edilir. Yazılı qaynaqlarda Manna dövlətinin Urartu və Assuriya ilə apardığı müharibələrdə yalnız qələbə çalması haqqında məlumat verilir. Oxşar informasiya var idi. Bir tərəfin yalnız qələbələrini əks elətdirirdi. Amma bu, Mannanın Urartu və Assuriya üzərində deyil. Əksinə, Assuriya və Urartunun Manna və onun qonşuları üzərindəki qələbələrindən danışılırdı. Ona görə biz bu variantı düzgün variant kimi götürə bilmərik. Giriş hissədəki hadisə və onun səbəbi göstərilir. Girişdə göstərilir ki, həmin sənədlər Manna və qonşuluğundakı Assuriya və Urartu hökmdarlarının bura hərbi yürüşlərini təsvir etdiyi üçün hərbi səlnaməçi qaynaqlar kimi təsnif edilir. Səbəb göstərilir. Cavabımız C variantıdır. D variantına baxaq. Urmiya ətrafı torpaqlarda tapılan mixi yazılar hadisələri obyektiv təsvir etdiyi üçün öz elmi dəyərini bugün də saxlayır. Gördük ki, ilk iki sualdan gördük ki, etibarlı mənbə deyil, obyektiv təsvir verməyib. Mətnin əsas hissəsində qarşılaşdırılan fikirlər bu lakin sözünə görə salmışıq. Biri digərini təkzib edir. Lakin sözü var, təzad yaranıb, amma bu təzad təkzibdən ibarət deyil. Biri o birini mütləq şəkildə inkar eləmir. Biri o birini davam elətdirir. Addım sözü üçün doğru, qəntdan sözü üçün yanlış cavabı göstərin. Addım sözü üçün doğru, qəntdan sözü üçün yanlış cavabı göstərir. Bizə lazımdır doğru, yanlış. Sözdəki bütün samitlər cingiltilidir. Baxaq. Addım yazırıq, elə addım oxuyuruq. Qəntdan yazırıq, oxuyuruq qəntdan. Sözdəki bütün samitlər cingiltilidir. 1, 2, 3 samit var, üçü də cingiltilidir. Doğru. Qəntdan sözündə bütün samitlər cingiltilidir. Baxaq. Q cingiltili, N cingiltili, T-kar, D, N cingiltili. Addım sözü üçün doğru, qəntdan sözü üçün yanlış fikirdir. Doğru, yanlış. Bizə lazım idi doğru, yanlış. A variantını götürürük. Baxaq görək digərləri niyə səhvdir. Yazılışla tələffüz arasında bir fərqli məqam var. Addım sözündə yazılışla tələffüz arasında heç bir fərq yoxdur. Amma qəntdan sözündə bəli bir fərqli məqam var. Yanlış doğrudur. Bizə isə lazımdır doğru, yanlış. Həm samit qoşalığı, həm samit cütlüyü var. Addım sözündə samit qoşalığı yoxdur. Qəntdan sözündə, daha doğrusu samit qoşalığı var, samit cütlüyü yoxdur. Qəntdan sözündə samit cütlüyü var. Birinci üçün yanlışdır, ikinci üçün doğrudur. Bizə doğru, yanlış lazımdır. Kəmiyyət fərqi yoxdur. Nə addımda kəmiyyət fərqi yoxdur. Neçə hərfdir? 5. Neçə səsdir? 5. Neçə hərfdir? 6. Neçə səsdir? 6.
Bu hər ikisi üçün düzgün cavabdır. Bizə isə lazımdır düzsə. Tələffüz zamanı cingiltili samitlərin sayı azalır. Addım sözündə tələffüz zamanı cingiltili samitlərin heç bir fərqi olmur say fərqi, amma qətdan sözündə bir cingiltili samit kərraşır, deməli cingiltilərin sayı bir vahid azalır. Yanlış doğrudur, bizə isə doğru yanlış lazım idi, ona görə də bu variantı götürmürük. Cavabımız oldu A variantı. Sözdəki bütün samitlər cingiltilidir. Elə bilir ki, düzüb qoşduğu cəfəngiyyat onu bu vəziyyətdən xilas edəcək. Cümləsində fərqləndirilmiş sözlərin təhlili ilə bağlı bağlı cədvəldəki uyğunsuzluğu göstərin. Uyğunsuzluq, bu bizə lazımdır. Birinci sözlərin fonetik təhlilinə baxaq, transkripsiyasına baxaq. Cəfəngiyyat yazırıq. Cəfəngiyyat oxuyuruq. Kəmiyyət fərqi baş verdi, y samitinin biri düşdü. Nəyə görə? Biz deyirdik ki, qaydaya görə əgər sözü kök və şəkilçiyə ayırırıqsa və qoşa y şəkilçinin içində qalırsa, deməli samitlərdən biri düşəcək. Bu həmin qaydaya uyğundur. Vəziyyət sözünə baxaq. Oxuyacağıq vəziyyət. Vəziyyət. Bəs necə olur? Vəziyyət sözünü kök şəkilçiyə ayıra bilməsək də y-nın biri düşdü. Bunlar istisna sözlərdir. Vəziyyət, məziyyət, səviyyə, səciyyə, səhiyyə bir neçə söz var ki, sözün kökündə olan y-nın biri düşür. İndi deyir ki, cəfəngiyyat sözü haqqında doğru cavab. Uyğunsuzluq istəyirsə biz doğrunu unuduruq, buradan yanlış cavab axtarırıq. Vəziyyət sözü haqqında yanlış cavab, uyğunsuzluq deyirsə biz yanlışı unuduruq, buradan doğru cavab axtarırıq. Doğrudan yanlış, yanlışdan doğru. Birinci hissədən yanlış, daha bu şərt oxumağa ehtiyac qalmasın deyə rahat yazaq, yadımızdan çıxmasın. İkinci hissədən isə doğru axtarırıq. Getdik. Tələffüzündə cingiltili samitlərin sayı dəyişmir. Necə dəyişmir? Biz y-nı itirdik. Demək ki, dəyişdi. Yanlış cavab lazımdır bizə. Sözdə yumşaq y samitinin, yəni x-in qarşılığı kəmiyyət fərqi yaradır. Yumşaq y-nın qarşılığı y-dır. Kəmiyyət fərqi yaratdı mı? Bəli, kəmiyyət fərqi yaratdı. Y düşdü. Bizə lazımdırmı? Lazım deyil. Çünki bizə səhv cavab lazımdır. Doğru lazım deyil. Cingiltili samitlə başlayıb kar samitlə bitir. Çox qaraladım. Biraz bunu səliqəyə salım. Aha. Deyir, cingiltili samitlə başlayır, kar samitlə bitir. Düzdür. Bizə düz lazımdır, lazım deyil. Vəziyyət sözü ilə bağlı doğruları axtaracağıq. Yanlış deyib, amma biz doğrunu axtarırıq. Deyir ki, yazılışla tələffüz arasında kəmiyyət fərqi var. Bizi çaşdırmaq istəyir ki, axı bu kökün içindədir filan, amma biz çaşmayacaq, çünki həqiqətən var. Necədir? Y-nın biri düşüb. Səs uzanması baş verib, baş verməyib. Doğru cavab yanlışdır, amma bizə doğru lazımdır. Bir samit tələffüzdə keyfiyyət fərqi yaradır, bir samit düşür, tələffüzdə kəmiyyət fərqi yaradır. Keyfiyyət fərqi yaratmır. Yanlışdır, bizə isə doğru lazımdır. Cavabımız olacaq D variantı 1-4. Mətnə əsasən demək olmaz. Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması demək olmaz. Bizə lazımdır səhv cavabı tapmaq. Yanlış cavab. 100 il ərzində avtomobil istehsalı 280 dəfə artmışdır. 100 il hesabını görürük 1907-ci ildə, bir də 2007-ci ildə. 1907-ci ildə 250 min idi. 2007-ci ildə 70 milyondur. 70 milyonu 250-yə böləcək, düşəcək 280. Bu cavab doğrudur. Bizdən nə soruşur? Demək olmaz. Yanlış cavab. A-nı götürmürük, çünki doğru cavabdır. B-yə baxaq. Deyir ki, müasir avtomobilin ərsəyə gəlməsinə təxminən 100 min ixtira yol açmışdır. Bəli, 100 min patentdən söhbət gedirsə, 100 min ixtiradan söhbət gedir. Doğru cavabdır, bizə lazım deyil. 20-ci əsrin ilk avtomobil istehsalı 1907-ci il dünyada ən böyük sənaye qollarından biri olub. Xeyr, 20-ci əsrdə ilk avtomobil istehsalı olub.
Amma əsas sənaye qollarından birinə çevrilmiş 2-ci Dünya müharibəsindən sonra. O vaxta qədər avtomobil istehsalı əsas sənayeyə daxil deyildi, nəinki qollarından birinə çevrilməsi. Yanlış cavab kimi C götürürük. Avtomobil ciddi sosial dəyişikliyə yol açdı. Bəli. Dərin sosial dəyişikliyə səbəb oldu. Düzgün cavabı götürmürük. Avtomobil yeni mədəniyyətin təməli oldu. Universal bir mədəniyyətə təməl oldu və sənayeleşmiş ölkələrdə ailə üçün həyati əhəmiyyət daşıyan bir əşyaya çevrildi. Cavabımız oldu C variantı, çünki bizə yanlış cavab lazım idi. 5-ə baxaq. 5-ci testimizdə deyir ki, tələffüzü ilə yazılışı arasında kəmiyyət fərqi olub. Bura qədərini işləyək. Tələffüzü ilə yazılışı arasında kəmiyyət fərqi olub. Qəhərlənmək, qəhərlənmək, keyfiyyət var, kəmiyyət yoxdur. Bizə lazım deyil, bizə kəmiyyət lazımdır. Xudahafizləşmək, xudahafizləşmək, keyfiyyət var, kəmiyyət yoxdur. Səadət, heç biri yoxdur. Neftçilər, kəmiyyət var, bizə lazımdır. Ahəngdarlıq, ahəngdarlıq, kəmiyyət yoxdur, keyfiyyət var. Anban, yoxdur heç biri. Səviyyə, kəmiyyət var. Anamla kəmiyyət var. Deməli, bizə lazım oldu səadət, səviyyə və anamla. İndi ikinci hissəyə keçək. Buranı həll elədik. Keyfiyyət fərqi olmayan sözlərin. Keyfiyyət fərqi olmayanlar. Səadət, səadət nə idi? Neftçilər idi. Mən nə yazdım? Neftçilər. Səadəti kəmiyyət fərqi yox deyə götürmürdük. Deyir ki, keyfiyyət fərqi olmayan sözlər. Bura qədər həll eləyək. Neftçilər, keyfiyyət fərqi yoxdur. Səviyyə, keyfiyyət fərqi yoxdur. Anamla, anamla olacaq. Anamla kəmiyyət var idi, ona görə götürmüşdük. Keyfiyyət var, çünki l-ya çevrilir. Bizə isə keyfiyyət fərqi olmayan lazımdır. Ona görə anamla sözünü də buradan ixtisar eləyirik. Bizə qalır neftçilər və səviyyə sözü. İndi deyir ki, onlar üçün ortaq verilən variantlardan yanlış olanı seçək. Birinci, bu sözlərin özlərinin transkripsiyasını yazaq. Neftçilər olacaq. Neftçilər. Niyə? Çünki fıtı, sıtı, xıtı, şıtı özündən sonra samit gələndə tələffüzdə düşür. Səviyyə, səciyyə, məziyyət o sözlərdəndir ki, kökündə olan qoşa yığının biri düşür. İndi deyir, ahəng qanunu gözlənilib. Ahəng qanunu yazıya əsasən axtarırıq. Neftçilər gözlənilib, səviyyə gözlənilib. Doğru cavabdır, bizdən yanlış istəyir. Bizə lazım deyil. Vurğusu eyni hecadadır. Neftçilər, səviyyə. Neftçilər demirik, neftçilər demirik, neftçilər deyirik. Üçüncü hecaya düşür və sona düşür. Səviyyə demirik, səviyyə demirik, səviyyə deyirik. Üçüncüyə və sona düşüb. Nədir? Eyni hecadadır, bəli. Həm sonuncu olaraq eyni hecadadır, həm üçüncü olaraq eyni hecadadır. Kəmiyyət fərqi samitlə əlaqədardır. Kəmiyyət fərqi. Burada da t düşüb, samitlərin sayı azalıb, səslərin sayı. Burada da y düşüb. Hər ikisində samit düşüb və kəmiyyət fərqi yaradıb. Kəmiyyət fərqi samitlə əlaqədardır, ortaq cəhətdir. Cingiltili samitlərin sayı hecaların sayına bərabərdir. Baxaq cingiltili samitlərimizə. N, L, R. 3 cingiltili samitimiz var. Neçə hecamız var? Neft, çilər. 3 də hecamız var. Baxaq ikinciyə. Səviyyə. 2 cingiltili samitimiz var. Neçə hecamız var? 3 hecamız var. Deməli, birinə aiddir, birinə yox. İncə dodaqlanmayan saitlərin hamısı açıq deyil. Baxaq, biraz təmizləyək yan yörəsini. Saitləri axtarıq transkripsiyada. Eləmi? Aha. Deyir incə, incədir. E incə, i incə, ə incə. Ə, i, ə. Bəli, incə. Dodaqlanmayan, heç biri dodaqlanmır. Saitlərin hamısı açıq deyil. Bəli, hamısı açıq deyil.
Hər ikisində qapalı sayt var. Bu da ortaq cəhətdir. Biz ortaq olmayanı axtarırdıq. Ona görə də doğru cavabımız olacaq D variantı. Mətndə verilməmişdir. İstiləşmədə ən çox CO2-nin təsiri rol oynayır. Əsasən istilik effekti əsasən CO2-nin təsirindən əmələ gəlir. Bu qlobal problem elmi-texniki tərəqqinin yan mənfi təsiri kimi qiymətləndirilir. Baxaq. Deyir ki, qlobal istiləşmə, istilik effekti 20-ci əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilməlidir. Qlobal elmi-texniki tərəqqinin yan mənfi təsiridir, bəli. Əvvəlki 100 illiyə nisbətən son 100 ildə havanın istiləşmə sürəti 2 dəfədən çox artıb. Deyir ki, əvvəlki 100 illiyə nisbətən son 100 ildə havanın istiləşmə sürəti 3 dəfə çox olub. Deməli, 2 dəfədən çox artıb fikri doğrudur. Dünya alimləri baş verənlərə soyuqqanlı yanaşmır. Dünya alimləri iqlim dəyişikliyinin doğurduğu fəsadların qarşısını almaq üçün yollar axtarır. Bəli, soyuqqanlı yanaşmırlar. İstiləşmə öz növbəsində biomüxtəlifliyə mənfi təsir göstərəcək. Tamam, bunu görə bilərik. Çünki deyir, biomüxtəlif üçün ciddi təhlükə hesab edilir. Amma suyun səviyyəsinin azalması ilə nəticələnəcək deyə mətndə bir şey yoxdur. Özlüyümüzdə bilirik ki, bəli, suyun səviyyəsi, daha doğrusu suyun səviyyəsi azalmır, su itmir. Sadəcə içməli suyun səviyyəsi, şirin suya ehtiyatımız tükənə bilər. Amma bu barədə mətndə məlumat varmı? Yoxdur. Biz isə mətnə əsasən tapırıq ki, mətndə verilməmişdir. Bəli, həqiqətdə var, amma bu mətndə verilməyib. Bizdən isə mətndə verilən məlumat istənir. 7-ci sualda deyir ki, yazdır sözünün təhlili ilə bağlı doğru bəndi müəyyənləşdirin. Əgər bizdən soruşsa ki, yazdır sözünün yazılışı ilə bağlı çox şey danışa bilərik. Amma biz bilirik ki, dır leksik şəkilçidirsə, transkripsiyada dır şəklində oxunacaq. Dır qrammatik şəkilçidirsə, tələffüzdə D şəklində oxunacaq. R düşəcək. İndi bu bizə əgər yazdır deyibsə, tələffüzündə yazdırdısa, bu mütləq şəkildə bu sözdən danışır. Mütləq şəkildə bu sözdən danışılır. Həmin söz də feildir. Başqa cür təhlil eləyə bilmərik. Tələffüz əsasında yazılışı soruşub. Yazılış əsasında da nəyisə soruşsa baxacağıq. Doğru və yanlış. Deyir ki, qrammatik mənası mütləqdir. Bəli, qrammatik mənası mütləqdir, feildir. Başqa cür düşünə bilmərik. Niyə? Çünki R yerindədirsə, deməli dır şəkilçisidir. Deməli feildir. A1. Həm isim, həm feil kimi düşünülə bilər. Qətiyyən, yalnız feil kimi düşünülə bilər. Yanlış cavabda 2-yə getdi. Vurğusu 2 cür düşünülə bilər. Yazdır sözündə vurğu sona düşür. 2 cür düşünülə bilməz. Quruluşca həm sadə, həm düzəltmə sözdür. Xeyr, yazdır sözü düzəltmə sözdür. Feildirsə düzəltmə sözdür. Dırdısa feildir. Vəssalam. Başqa şey axtarmırıq. Şəkilçi vurğu qəbul edib. Bəli, son hecaya düşür vurğu. Son hecada şəkilçidir. Deməli, vurğu qəbul edib. A1, 5, B2, 3, 4. Cavabımız olur B variantı. Buradakı R-nı görəndə əlimiz, qolumuz bağlanır. Başqa bir şeylər axtara bilmirik. Həm də yolumuz açılır. Başqa şeylər axtarıb özümüzü yormuruq. Bilirik ki, söhbət feildən gedir. Düzəltmə feildən və yaxud mürəkkəb sözü artırılıbsa, ən azı onu bilirik ki, leksik şəkilçidir. 8-də deyir ki, mətndə belə məlumat yoxdur. Biraz uzundur, biraz bizə əziyyət verəcək. Mətndə belə məlumat yoxdur deyir, yoxsa yox. Hamısını görə bilərik. Mətndə belə məlumat yoxdur, yanlış axtarırıq. Müəllimlər, ola bilər ki, bizi narahat eləyər ki, axı bu coğrafiyadır və yaxud başqa bir yerdə sınaqlarda görürük ki, qarşımıza kimya çıxır, qarşımıza fizika çıxır. Bu bizi narahat eləyirmi? Eləyir. Bununla bu mətnləri işləməməklə işimizi irəli mi aparıq, geri mi aparıq, geri aparıq. Niyə? Çünki keçən il, yəni daha doğrusu bu il, 2025-ci ilin MİQ imtahanında çoxlu bu şəkildə testlər düşmüşdü. Hüquqla bağlı artıq neçə illərdir düşür. Hüquqla bağlı, fizika ilə bağlı, kimya ilə bağlı testlər düşür, mətnlər düşür. Və bu müəllimləri narahat eləyir.
Əgər MİQ geri addım atsaydı və elan eləsəydi ki, bəli, növbəti il bunlara əhəmiyyət verəcəyik, diqqət ayıracağıq, sizin tənqidlərinizi nəzərə alacağıq. Biz deyərdik ki, bəli, növbəti ildən belə bir şey olmayacaq və biz artıq təmsillərə, bədii mətnlərə, yüngül səviyyəli publisistik mətnlərə baxsaq kifayətdir. Amma MİQ qətiyyən geri addım atmadı və bildirdi ki, biz müəllimlərdən fizika, kimya, coğrafiya, hüquq soruşmamışıq. Biz müəllimlərdən verilmiş mətni başa düşüb düşməmək səriştələrini öyrənmişik. Ki, bunlar mətni öyrənir, yoxsa yox, səriştəni, mətni oxuyub anlama səriştələrini qiymətləndirmişik. Ona görə də biz də bilirik ki, geri addım atmadılarsa, növbəti illərdə hətta daha da çoxalda bilərlər. Və nəzərə alsaq ki, hal-hazırda MİQ ibtidai sinif çərçivə sənədi DİM-in 9-cu sinif buraxılış sənədi ilə eyni mövzuları əhatə edir demək olar ki, və fikirləşsək ki, 9-cu siniflərin buraxılışında ekologiya ilə, fizika ilə bağlı mətnlər düşür, hətta geologiya ilə bağlı belə mətnlər var. Məncə bu bizə təəccüblü gəlməməlidir və biz bundan qaçmaqdansa problemin üstünə gedib onu həll eləməyi daha uyğun yol kimi görməliyik. 8-ci sualda deyilir, MİQ-ə hazırlaşırıq da, yəni sürpriz görməyək və keçən il kimlər ki bu sürprizi görmüşdü, təəccüblənmişdi, narazı olmuşdular. Narazılıqlarımızın heç bir nəticəsi olmadı. Demək ki, bu problem var və biz bunu həll eləməliyik. Elmi üslubda, tam elmi üslubda sala bilməzlər, çünki elmi üslub həmin sahənin mütəxəssisi üçündür. Amma var da, yəni göz görəsi salırlar. Elə bir səviyyədə salırlar ki, nə şiş yanır, nə kabab. Nə mübarizə aparmaq olmur, özlərini sığortalayırlar. Üstəlik də həqiqətən elmi mətnlərin müəllimlər tərəfindən oxuyub anlaşılmasını ölçürlər. Getdik. Yer səthinin əsas relyef formu, bir də onu deyim ki, beynəlxalq qiymətləndirmədə də, oxuyub anlamada mən çox belə böyük tədqiqat işi aparmamışam, araşdırma aparmamışam. Hazır məqalələrə baxıram ki, hazır məqalələrə görə hətta uşaqlara belə beynəlxalq oxuda təbiət fənləri ilə bağlı mətnlər düşür. Yəni razılaşaq vəziyyətlə və özümüzlə barışaq, vəziyyətlə barışaq ki, öhdəsindən gələ bilək. Bizdən soruşur ki, çox danışdım, sual yadımdan çıxdı. Belə məlumat yoxdur. Görək hansı məlumat yoxdur. A variantı, ona görə çıxdıq ki, dedik ki, 2 qrupa bölünür, deyilir, amma vulkanik dağların alt qrupları haqqında danışılmır. Altay dağı seysmik fəallığını qoruyan dağ silsiləsindəndir, ona görə deyirik ki, burada deyir ki, seysmik fəallığını itirməyən ərazilərdə yaranır. Belə dağlar Tian Shan, Altay, Sayandır. Altay dağı seysmik fəallığını itirməyən dağların içindədir. Demək ki, biz neynədik? A mətndə verilməyib, bizə verilməyən lazımdır. B mətndə verilib, bizə lazım deyil. Altay dağı seysmik fəallığını qoruyur. Savalan, Etna və Vezuvi qədim dağlardır. Dağların quruluşu haqqında məlumat verir. O dağlar ki, kəskin parçalanmaya məruz qalıb, səthləri kəskin parçalanıb, onlar cavan dağlardır. Bunlar isə konusvari dağlardır və qədim dağlardır. Demək ki, qədim dağlardır. Cavan dağların nisbi hündürlüyü qoca dağlara nisbətən çoxdur. Burada əksini verir. Qədim dağlar xarici qüvvələrin təsiri ilə dağıldıqlarından hündürlükləri azdır. Qədim dağın hündürlüyü azdırsa, deməli cavan dağ ondan hündürdür. Bu məlumat var. Qoca dağlar təbiətin təsirinə qarşı daha dözümlüdür, zəif parçalanır. Bəli, indi artıq parçalana bildiyi qədər parçalanıb, keçib sərt çuxurlara, indi nisbətən zəif parçalanır. Cavan dağlara nisbətən zəif parçalanır. Bu sualın da cavabı mətndə var. Bizə mətndə olmayan cavab lazım idi. Əsirlər sözünün təhlili ilə bağlı uyğunluğu göstərin. Mütləq doğru, mütləq yanlış ehtimal. Mütləq doğruya baxaq. Deyir, 3 əsirlər. Gəlin bunun birincisi tələffüzünü yazaq. Bir belə yaza bilərik. Əsirlər, yəni dustaqlar mənasında. Bir də belə yaza bilərik. Əsillər, küləklər, əsillər.
Aha. Birinci baxaq mütləq doğruya. Deyir 3 sonor səs var. Mütləq şəkildə hər ikisində 3 sonor səs var. Bu mütləq doğrudur. Biri götürürük. Heca sayı müxtəlif cür düşünülə bilər. Heca sayı biz tələffüzü yazıb, tələffüzdən başqa yazılır çıxardıb heca sayına baxa bilərik. Amma heca yazı üzərində göstərilir deyə məcburuq ancaq buradakına baxaq. Əsirlər, heca sayı müxtəlif cür düşünülə bilməz. Heca yazıya görə olur və bir cürdür. Ona görə mütləq doğrudur götürə bilmərik. Ümumiyyətlə doğrudur götürə bilmərik. Baxaq mütləq yanlış. Eyni nitq hissəsinə aid fərqli leksik mənalı sözdür. Leksik mənaları fərqlənirmi? Biri dustaqlar deməkdir, biri əsillər deməkdir. Yəni nələrsə əsir. Yarpaqlar əsirlər. Əslində yarpaqlar cansız mübtədadır. Kəmiyyətcə təkdə olmalıdır. Əsillər feildir. Və qrammatik mənasına görə də fərqlənir. Eyni nitq hissəsinə aid deyil. Əsirlər kimlər? İsimdir. Əsillər nə edirlər? Məsələn, deyirəm ki, düşmənlər əsgərlərimizi görəndə tir-tir əsillər. Burada da feildir. Ona görə də 3-ü götürəcəyik mütləq yanlış. Vurğu 3-cü hecadadır. Əsirlər, əsillər yox, onu dəqiq deyə bilmərik. Əgər isim olsa 3-cü hecaya düşəcək, feil olsa 2-ci hecaya düşəcək. Bu ehtimaldır. Mütləq yanlış deyil. İsim kimi düşünülə bilməz. Niyə düşünülmür ki? Əsirlər dedikdə düşünülə bilər. Tələffüzə görə fərqli yazılışı var. Baxın, buradan başqa bir cavab çıxdı. İsim kimi düşünülə bilməzi götürmürük, çünki isim kimi düşünülə bilir. Tələffüzə görə fərqli yazılışı var. İndi baxır hansı tələffüzə görə? Bu tələffüzə görə yoxsa bu tələffüzə görə? İkinci tələffüzə görə yox, birinci tələffüzə görə fərqli yazılış çıxarda bilərik. Tələffüzə görə fərqli yazılışının olduğu ehtimaldır. Cavab olacaq 1, 3, 6. Yəni testi bu istiqamətdə işlədik. Yazıdan tələffüzə doğru. Sonra geri qayıtdıq tələffüzdən yazıya doğru. Budaqlı bölmə kimi. 10-cu suala baxaq. Mətndə əsasən yenə cədvəldəki uyğunsuzluq. Uyğunsuzluq deyəndə doğrudan yanlış, yanlışdan doğrunu axtaracağıq. Mətni yəqin ki oxuyacağıq. Videonu saxlayıb biraz hüquq terminləri ilə zəngin mətndir. Deyir ki 2023-cü ildə belə bir mətn düşmüşdü. Doğrudan yanlış axtaracağıq, yanlışdan doğru. Niyə? Çünki bizdən uyğunsuzluq istəyir. Buradan çıx işarəsi axtarıq. Başqa şeylərə baxıb özümüzü çaşdırmayaq. Deyir mülkiyyətçi əmlakdan girov kimi və ya başqa üsulla istifadə edə bilər. Öz əmlakını mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verə bilər. Deməli, habelə öz əmlakın barəsində istənilən hərəkətləri etmək ixtiyarına malikdir. Öz əmlakı haqqında istənilən hərəkəti etmək ixtiyarına malik deyil. O şəkildə istifadə edə bilər ki, başqalarına zərər verməsin. Birinin 3-cü mərtəbədə evi var, deyir yandırıram. Elə şey olmur ki, başqalarına zərər verər. İstənilən hərəkəti eləyə bilməz. Mülkiyyətçinin üzərinə onun əmlakından digər şəxsin məhdud şəkildə istifadə etməsinə yol vermək vəzifəsi qoyula bilər. Bəli, mətnimizdə belə bir məlumat var idi ki, mülkiyyətçinin elə bir öhdəliyi ola bilər ki, başqasına məhdud şəkildə öz əmlakından istifadə etməyə icazə verməyə məcbur olsun. Mülkiyyətçi öz əmlakını başqasının istifadəsinə verə, ondan gəlir məqsədi ilə istifadə edə bilər. Bəli, kirayə verə bilər. Keçirik yanlışdan doğru axtarmağa. Buradan bizə doğru cavablar lazımdır. Mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, başqalarının hüquqlarını və qanunla qorulan mənafeyini pozmamalıdır. Bəli. Mülkiyyətçinin öz mülkü üzərində səlahiyyəti məhdudiyyətsizdir. Bayaqki cümlədən gördük ki, məhduddur. Başqalarına zərər verməyəcək qədər məhdudiyyətsiz. Belə məhduddur. Mülkiyyətçi üzərinə onun əmlakından başqa şəxsin bərabər hüquqda istifadə öhdəçiliyi qoyula bilər, məhdud hüquqda qoyula bilər. Bərabər hüquqda qoyula bilməz. Hər halda mülkiyyətçinin öz mülkü üzərində ixtiyarı başqasına nisbətən
çoxdur. Yanlışdan yanlışdır, bizə lazım deyil. Bizə doğrudan yanlış 1, yanlışdan doğru 4 lazımdır. 1, 4. Cavabımız olur B variantı. Dəliyə yel ver, əlinə bel ver. Bir dənə şey deyim, bu testə başla. İndi bunu deyəcəm, bu test rahat həll olunacaq. Fonetik təhlil istəyəndə, əgər bizdən sözün təhlili desə, bu sözü verməsə, bu ifadəni verməsə, o söz haqqında bütün doğru fikirləri götürürük. Amma konkret bizdən soruşublar fonetik təhlil. Demək ki, ancaq fonetik təhlilə aiddir. Başqa fikirlər doğru ola bilər, amma fonetik təhlilə aid deyil deyə götürməyəcəyik. Cümləsində işlənmiş sifətin fonetik təhlili ilə bağlı düzgün cavab burada sifət dəliyədir. Dəliyədə oxunacaq. Yazılışı k-yi əvəzlənməsi olan sözdən eynidir. Dəlik, üstəgəl ə, yazılacaq dəliyə, oxunacaq dəliyə. K-yi əvəzlənməsi baş verdimi? Bəli. Oxunuş eynidirmi? Eynidir. Birinci variant doğrudur. Bizdən nəyi soruşur? Düzgün cavabları soruşur. Yönlük halda işlənib, bəli, dəliyə sözü isimləşib və yönlük halda işlənib. Amma bu qrammatik təhlildir. Bizə lazım deyil. Açıq saytın qapalı sayta keçdiyi sözlə tələffüzü eynidir. Baxaq. Dələyə, dələ heyvandır. Biz bilirik ki, söz A-ə ilə bitərsə, ona y ilə başlayan şəkilçi qoşularsa, qapalı sayta keçəcək. Dələyə olacaq dəliyə. Açıq saytın qapalı sayta keçdiyi sözlə, bu sözlə, eyni bu söz, eyni cür tələffüz olunurmu? Bəli. İsimləşibmi? Bəli, isimləşib, yönlük hala düşüb, isimləşib, amma bu qrammatikadır. Bu bizə aid deyil. Vurğusu müxtəlif hecalarda düşünülə bilər. Hər bir halda dələyə mənasında da, dəlik ə mənasında da və dəliyə mənasında da hər üçündə vurğu üçüncü hecəyə düşür. Bu fikir yanlışdır. Cavabımız olacaq C variantı 1, 3. Uyğun cavabı seçin. İqlim istiləşməsi antropogen təsirdən sonra zərərvericilərin artmasına təsir edən ən mühüm amildir. Buradan yanlış yazıb. Görək həqiqətən cavabımız yanlışdır, yoxsa yox. Birincisi iqlim dəyişikliyidir. Bu isə deyir, antropogen təsirdən sonra zərərvericilərin artmasına təsir edir. Yox, elə birinci iqlim dəyişikliyidir. Yanlışdan yanlış götürür. Bizdən uyğun cavab istəyir. 1 doğru cavabdır. 2-yə baxaq. İkinci abzasda müqayisə və ziddiyyət özünü göstərir. Yazıb yanlışdır. İkinci abzasa baxaq görə müqayisə və ziddiyyət varmı? Bəli, ikinci abzasda Abşeronda əvvəllərə nisbətən indi zərərvericilərin sayının artdığı müqayisə olunur. Bəli, müqayisə olunur. Ziddiyyət varmı? Bəli, əvvəl az idi, indi çoxdur. Doğrudur, amma yanlış yazıblar. 2 olan cavablar getdi. 3-ə baxaq. İnsanlar öz törətdikləri fəlakətin qarşısını almağa cəhd göstərmirlər. Mən bura cəhd göstərirlər yazsam da səhv olacaqdı. Cəhd göstərmirlər yazsam da. Çünki orada insanların bununla mübarizə aparmamaqları barədə nəsə yazılmır ki, insanların heç vecinə də deyil. Onlar ümumiyyətlə necə bir təhlükə gözlədiyini görmürlər, fikirləşmirlər. Belə bir şey yoxdur. Yoxdursa, demək ki, cəhd göstərmirlər fikri yanlışdır. Bu barədə danışılmayıb ki, insanlar soyuqqanlıdır, cəhd göstərmir, öyrənmirlər. Azərbaycan təbiətində də yeni biosenozların əmələ gəlməsi üçün şərait var. Deyir, biosenozlar necə əmələ gəlir? Necə əmələ gəlir? Mədəni bitkilərin artması ilə. Azərbaycanda da Abşeron yarımadasında mədəni bitkilərin, ümumiyyətlə başqa yerlərdə mədəni bitkilərin sayının artması həmin ərazilərdə yeni biosenozların yaranmasına, yayılmasına səbəb olur. Doğrudan doğrudur, götürürük. Görülmüş tədbirlər nəticəsində hansı tədbirlər görülüb? Heç bir tədbirin görülməsi haqqında məlumat yoxdur. Bu da deyir, doğru, uyğun gəlmir. Birincini yanlış ona görə götürdük ki, tədbir görməkləri haqqında yoxdur. İkincisi yanlışdır ona görə ki, tədbir görməkləri haqqında yoxdur. Birincidə yanlışdır deyə götürürük, amma ikincidə doğru cavab kimi göstərilib deyə götürmürük. Cavabımız olur 1, 3, 4, Y variantı.
13-cü sualdan davam eləyək. Transkripsiyası verilmiş sözlərin yazılışı fərqli leksik və qrammatik mənada işlənə bilər. Yazılışını soruşur. Bayaq işlədiklərimizin içində dır var idi. O tələffüzə aid idi deyə yazılışı fərqli düşünə bilmirdik və yazılışın tələffüzünü fərqli düşünə bilmirdik. Burada vəziyyət başqa cür olacaq. Deyirik yazdı. İki cür yazıla bilər. Yazdır, yaz fəslidir, qrammatik şəkilcidir. Tələffüzdə bəli, r-sı düşmüş ola bilər. İsim. Yazdı, nə etdi? Keçmiş zamanda olan feil. Düşünə bilərik. Qazdır sözünü yazılış üzərində işləyirik, müəllimlər. Yazılış üzərində işləyirik. Qazdır sözü bu cür yazılacaq ancaq. Başqa cür yazıla bilməz. Qazdır şəklində yaza bilmərik. Qazdır, nə et? Bu şəkildə yazılıb qazdı kimi də oxuna bilər. Nədir? İsimdir. Feil, isim. İki cür düşünülə bilər. Yazılışı düşünə bilər iki cür. Tələffüzü yox. Sonra dəliyə. Dəli, dəliyə. Sifət. Dəlik, dəlikə. A-ə, ya-yə. A-ə olanda k-yə çevriləcək. Olacaq nə? İsim. Fərqli düşünülə bilir? Bəli. Deyirəm, kürüyə baxır. Kürüyə qiymət verir balıq kürüsünə. A-ə, ya-yə. İsim. Sonra, kaş bu torpağı buradan kürüyə. Kürümək, arzu şəklində olan feil. Fərqli düşünüldü? Bəli. Yazılışın fərqli düşünmək olur. Baxaq şaxta sözünə. Şaxta iki cür, bir cür yazılıb, iki cür düşünülə bilər. Şaxta, mədən, şaxta, soyuq hava. Leksik mənası fərqlidir, fərqlidir. Amma qrammatik mənası hər ikisi isimdir. Bizdən isə qrammatik mənalarının da fərqli olmağını istəyirik. 5 olanları silirik. Yazılışını soruşur. Bax, tələffüzü soruşsa düzdürü ancaq bir cür fikirləşəcəydik, feil. Amma yazılışını soruşur. Düzdür şəklində yazılır. Yazılış bu cürdür. İndi görək neçə cür təhlil eləyə bilərik. Düzdür, nə et? Feil. Düzdür, necədir? Sifət. Dərə deyil, təpə deyil, düzdür. Nədir? İsim. Fərqli düşünə bilərik. Leksik mənası bəli, qrammatik mənası bəli. Fərqli düşünə bilərik. Baxaq duzlu sözünə. Duzlu tələffüzü bir duzlu. Duzlu kimi tələffüz olunar. Bir də duzdur sözü duzlu kimi tələffüz oluna bilər. Duzlu olacaq sifət, duzdur olacaq isim. Fərqli leksik və qrammatik mənada düşünülə bildi nə? Yazılışı. 7-ni də götürürük düzgün cavab kimi. 8-ə baxaq. Elektrik. Elektrik. Hər ikisi isimdir. Fərqli düşünülə bilməz. 8 olanları silirik. 9-a baxaq. Araya. Bu araya kimi yazılacaq. Araya, haraya, araya. Arıya, arı heyvanına isim. Bir də kaş araya, sonra feil. Müxtəlif nitq hissələri kimi düşünülə bilir. Araya, haraya, arıya, nəyə, araya, nə edə, müxtəlif nitq hissələri düşünülə bilər. 1, 2, 3, 4, 6, 7, 9-cu cavablar düzdür. Arıya düşən səhv cavabları siləndə düzgün cavabımız çıxacaq. Cavabımız olacaq B variantı. Uyğunluğu müəyyən edin. Deyir ki, bilirik ki, müddəa ortaya atılmış fikirdir. Fakt onun sübutudur. Təbii ki, bizə mətn verilibsə, sübut mətndən seçilməlidir. Bizdən soruşur ki, Müşfiqlə müəllif əslən eyni məhəllədəndir. Belə bir müddəa verir. Faktı da bunu deyir. Mikail Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi.
Bir məhəllədə qalıblarmı? Bəli. Bir məhəllədə yaşamaqları onu sübut eləyirmi ki, o əslən Müşfiqin məhəlləsindəndir? Onu sübut eləmir. Ola bilər ora ezam olunub işlə əlaqədar. Bir il orada işləyib, sonra başqa yerə gedib, orada kirayə də qalmış ola bilər. Əslən həqiqətən oradan olmuş ola bilər. Amma bu cümlə ilə onun əslən Müşfiqlə eyni məhəllədən olduğunu sübut eləyə bilmərik. Çünki orada qaldığı müddətdə bir müddət qalıb, sonra getmiş ola bilər. O başqa yerdən gəlmə ola bilər. Ona görə bu fikri düzgün fikir kimi götürmürük. Bizdən nəyə soruşur? Düzgün fikri. Müəllif yalnız Müşfiq haqqında xatirə paylaşmır. Deyir ki, mən oxucularımızla bəzi şair və yazıçılarımızın həyatından kiçik xatirələr danışmaq istəyirəm. Müşfiqdən başqa şair və yazıçılardan da danışır. Əvvəl Müşfiqdən başlayır. Deməli, bu fikir düzdür. Müəllifdən fərqli olaraq Müşfiq şən adam idi. Müşfiq şən adam idi. Xeyli danışıb güldükdən sonra Müşfiq əlini cibinə atıb oradan bükülü bir kağız çıxartdı. Deməli, Müşfiq danışıb gülən adamdır, şən adamdır. Amma bu onu müəllifdən fərqli mi eləyir? Mətnin başqa yerində deyibmi ki, mən qaraqabaq adamam, amma Müşfiq şəndir? Belə bir fikir deməyib. Ona görə də həmin fakt C variantında verilən müddianı təsdiqləmir. Müşfiq yeni əlifbadan istifadə etməzdi. Fakt kimi qoyub ki, köhnə əlifba ilə gözəl xırda xətti var idi. Köhnə əlifba ilə xırda gözəl xətti var. O deməkdir ki, o təzə əlifbadan istifadə eləmir. Mən də ərəbcə, rusca yazsam, qəşəng xəttlə yaza bilərəm. O demək ki, latın əlifbasından istifadə eləmirəm və yaxud latın əlifbasında qəşəng xəttlə yaza bilirəmsə, o deməkdir ki, mən ərəb, fars, rus, nə bilim, başqa hərflərdən istifadə eləmirəm, gürcə əlifbasından istifadə eləmirəm. Bu həqiqət ola bilər. Amma D variantında verilən fikri sübut edən fakt deyil. Deyə bilmərik ki, köhnə əlifba ilə qəşəng xətti var idi deyə təzə əlifbanı bilmirdi. Bunu deyə bilmərik. Müşfiqin yaddaşı zəif idi və özü bunu bilirdi. Sübutu da budur ki, əslində əlində tutduğu kağız yalnız ehtiyat üçün, yəni ehtiyat üçün kağız götürüb ki, birdən çaşar. Deməli, Müşfiqin yaddaşı zəif idi. Ehtiyat üçün kağız tutmağı onun yaddaşından şübhələnməyi demək deyil. Bir. İkincisi də ki, deyir ki, Müşfiq əsərlərini əzbər bilərdi və mətnə baxmadan oxuyardı. Demək ki, yaddaşı ilə bağlı bir problemi yoxdur. Fakt dediyimiz cümlə müddianı sübut eləmir. Müddiamız yanlışdır. Düzgün cavabımız oldu B variantı. Uyğunlaşdırın. Deməli, deyir ki, bir hecada iki şəkilçi var. Bir hecanın içində iki şəkilçi var. Bir də deyir ki, bir şəkilçi iki hecadadır. Bir şəkilçi iki hecanın içindədir. Baxaq. Körpələrə, körpələrə, körpə, körpələr, körpələrə. Şəkilçilərə belə bölürük. Körpələrə. Nə oldu? Bir dənə şəkilçi iki hecanın içində qaldı. Bölündü iki hecaya. Deməli, A getdi. Bir şəkilçi iki hecadadır. 2-yə. Baxaq o ikinci sözə. Yalnızlıqdan. Yalnızlıqdan. Yalnız, yalnızlıq, yalnızlıqdan. Yalnızlıqdan. Burada hər şəkilçi bir hecada oldu. Nə 1-ə getmir, nə 2-yə. B yanlışdır. B olan cavabları çıxırıq. Başqa B var, yoxdur. Aha. Qarşıladığım. Dığı deyini görən kimi görürük ki, dığı deyi bir şəkilçidir və iki hecalıdır. Deməli, bir şəkilçi iki hecada olacaq da bunu təhlil eləməyə ehtiyac yoxdur. Bir şəkilçi iki hecada. Bura gedəcək. C-ni də elədik. Oxumaz. Oxumaz. Oxu, inkar, qeyri-qəti gələcək zaman. Oxumaz. Bir hecanın içinə bir, iki şəkilçi düşdü. Bir hecada iki şəkilçi D getdi 1-ə. Düzəltdim. Düzəltdim. Düz, düzəl, düzəlt, düzəltdim. Düzəltdim. Bir hecanın içində iki şəkilçi. Y də getdi 1-ə. Oldu 1 D, Y, 2 A, C. Cavabımız oldu D variantı. 16-ya baxaq. Qarabağ futbol komandasından danışırıq burada. Düzgün fikri tapın. Bəhs edilən komanda
4 ad altında fəaliyyət göstərib. Bu fikrimizin düzgünlüyünü necə sübut eləyəcəyik? Burada 3 adı verilir. Məsələn, deyir məhsul, şəfəq, kooperator. Bu adlar altında fəaliyyət göstərib. Və 87-ci ildən adı Qarabağdır. Deməli, neçə adda fəaliyyət göstərib? 4 adda. A variantı düzgündür. B-yə baxaq. Hazırda Qarabağ öz qonaqlarını doğma imarətdə qəbul etmə imkanına malikdir. Qarabağın imarət adında stadionun təməli qoyulub. 2006-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mətnin təqdim olunduğu vaxtda, baxın deyir, istifadəsi nəzərdə tutulub. Hələ ki demək tamamlanmayıb. Bu mətni 3 ildən sonra da oxusaq, 2006-cı ili keçsək də. Bilirik ki, mətnin yazıldığı vaxt hələ bu stadion verilməmiş olacaq. Mətnin yazıldığı vaxt stadion istifadəyə verilməyib. Ona görə B variantı səhvdir. Doğma imarətdə qəbul etmə imkanına malikdir. Mətn yazılan vaxt malik deyil bu imkanı. Mətnin əsas ideyası erməni vandallığının idmanımızda qoyduğu izləri çatdırmaqdır. Erməni vandallığının idmanımızda qoyduğu izlər elementi var ki, ermənilər Ağdam şəhərini işğal etməsindən sonra imarət dağılır və Qarabağ məcbur olur ki, başqa futbol komandalarının stadionunda öz qonaqlarını qarşılasın. Bu var. Amma əsas məqsəd erməni vandallığının idmanımızda qoyduğu iz deyil. Əsas məqsəd Qarabağ idman komandasının yaranması və inkişaf yolunu göstərməkdir. Ona görə yanlışdır. Qarabağa Qara Köhlənlər adı komandaya sərgilədikləri qeyri-peşəkar idmançı davranışlarına görə verilib. Deyir ki, hazırda azarkeşlərin Qara Köhlənlər adlandırdığı bu ad komandanın loqosunda əksini tapan atlardan qaynaqlana bilər. Futbolçular beynəlxalq arenada göstərdikləri hünər. Birincisi hünər göstəriblər. İkincisi bu adı onlara azarkeşlər verib. Üçüncüsü qeyri-peşəkarlığa görə yox. Komandanın loqosunun üzərində olan at şəkillərinə görə verilib. Və at da yaxşı qaçır, güclü heyvandır. Yəni at burada tərif mənasındadır. Pis mənada deyil. Komanda Neftçidən sonra bütün ölkə çempionatlarında iştirak edən ikinci komandadır. Yanlış fikirdir. Çünki bunun əksi iddia olunur. Əksi iddia olunur. Deyir ki, Qarabağ klubu bütün Azərbaycan çempionatında iştirak edən 2 komandadan biridir, ikinci Neftçidir. Deməli, birinci Qarabağdır. Y variantı da səhvdir. Düzgün cavab oldu A variantı. Hansı nümunədə fərqləndirilən hissə vurğu qəbul edir? Baxaq. Mirzə Cəlil Meymunlar felyetonunda kör-köranə rusca danışmaq ənənəsindən rusca düşünmək təhlükəsinə keçidin həyəcan siqnalını çalır. Burada cacə zərf düzəldən şəkilçidir, vurğu qəbul eləməyib. Dəryaca ağlın olsun, kasıb olsan gülərlər. Dərya qədər ağlın olsun, demək qoşmadır və vurğu qəbul eləməyib. Dəryaca ağlın olsun, kasıb olsan gülərlər. Məncə kifayətdir. Burada modal sözdür və cacə hecası vurğu qəbul eləməyib. Yaxşıca isladılmış yuxalar səliqə ilə qatlanıb süfrəyə verildi. Yaxşıca ədatdır və vurğunu qəbul eləyib. Düzülübdür yol boyunca söyüdlər, vurğu qəbul eləməyib, qoşmadı. 18-ə baxaq. Fərqləndirilmiş hissədə son samitin tələffüzdə saxlandığı cümlə. Bura qədərini eləyək. Fərqləndirilmiş hissələrə fikir veririk. Dirdir. Dir nə vaxt tələffüzdə saxlanılırdı? R-sı. O vaxt ki, leksik şəkilçi olurdu. Nə vaxt leksik şəkilçi olur? R-sı tələffüzdə saxlanır. Burada da R tələffüzdə saxlanılacaq. Biganəliyin cana yığdığı şair öz şikayətini bu yolla bildirmişdir. Qrammatik şəkilçidir, saxlamayacaq. Bivəfalıqdan başqa heç nə görməyən aşiq gözəllərdə vəfa yoxdur qənaətinə gəlmişdir. Qrammatikdir, saxlamayacaq. Dəvətnamələri bizim mətbəədə çap etdirmiş, leksikdir, saxlayacaq. Şair Füzuliyanə şeirlərinin məhz bu mətbu orqanda nəşr etdirmişdir, saxlayacaq. Leksikdir. Tabeli mürəkkəb cümlələrin çalışmalarını yazdırmaqla bu aylıq imtahan proqramını bitirdi. Leksikdir və saxlayacaq. İndi ikinciyə baxaq. İki hecası uzanan sözdəki saitlərdən biri qapalıdır.
2 hecası uzanan, deməli 2 hecası uzanan saitlər. Dəvətnamə 2 hecası uzanır. Füzuliyanə 2 hecası uzanır. Tabeli 2 hecası uzanır. Qapalı sait 3-ündə də var. Deməli nəyi axtaracağıq? Uzanan 2 hecadan biri qapalı olmalıdır. Dəvətnamə. 2 dənə uzanma var. Ə açıq, A açıq. Bu bizə lazım deyil. Füzuliyanə. 2 saiti uzanır. U qapalıdır. Bu bizə lazımdır. Tabeli. 2 saiti uzanır, amma heç biri qapalı deyil. Deməli bizə lazım olan variant D variantı idi. 19-da deyir ki, İgidodu hər əzaba qatlana, İgidodu atdan düşə, atlana. Yazırıq qatlana, oxuyuruq qatlana. Yazırıq atlana, oxuyuruq atlana. Atlana, oxuyuruq atlana. Deməli, nəyi soruşur? Bağlı verilmiş fikirlərdən hansının yeri dəyişsə, yer dəyişməliyik. Oxşar cəhətdirsə, bura hamısı oxşar olmalıdır. Biri fərqli olmalıdır ki, bunun yerini dəyişək. Burada fərqli cəhətlərdir. Hamısı oxşar olmalıdır. Daha doğrusu hamısı fərqli olmalıdır. Biri oxşar olmalıdır ki, yerini dəyişək. Göy qələm götürək, rahat işləyək. Heca sayı 3-dür. Qatlana. Atlana. Heca sayı 3-dür. Oxşardır, bəli, bizə lazım deyil. Biz fərqli axtarmalıyıq buradan. Örtülü heca ilə başlayıb açıq heca ilə bitir. Örtülü heca ilə başlayır, açıq heca ilə bitir. Bəli. Amma bu örtülü heca ilə başlamır, açıq heca ilə başlayır. Deməli fərqləndi. Yalnız bir sonor var. Silək, təmizləyək, qəşəng görək. Deyir, yalnız bir sonor var. Sonoru harda axtaracaq? Transkripsiyada. Burada axtarsaq səhv eləyəcəyik. Baxın yazıda. 2 dənə görəcəyik. Sait, samit və onların əlamətlərini transkripsiyada axtarırıq. Sonor bir n-dır. Sonor bir n-dır. Yalnız bir sonor var. Bəli, bu oxşar cəhətdir və bizə lazım deyil. İndi keçirik fərqli cəhətlərin içində oxşar axtarmalıyıq ki, yerini dəyişək. Saitlərin sayı samitlərdən azdır. 1, 2, daha da səhv elədim mən. Özüm dediyim səhvi özüm elədim. Eləmirik bu səhvi. Necə deyirlər? Dediyimi eləyin, elədiyimi eləməyin. Saitlərin sayı samitlərdən azdır. Sait 1, 2, 3, samit 1, 2, 3. Buna aid deyil. Baxaq bura. 1, 2, 3, 1, 2, 3, 4. Fərqli cəhətdir. Birinci aid deyil, ikinci aiddir. Fərqli bizə lazım deyil. Buradan oxşar axtarıq. Kar cingiltili samit cütlüyü var. Aha, gəldik bura. Deyir, kar cingiltili samit cütlüyü var. Tıdı var, tıdı var. Oxşar cəhətdir? Bəli, oxşar cəhətdir. Oxşar cəhət bizə lazımdır ki, yerini dəyişək. Cingiltili samitlər kar samitlərdən bir vahid çoxdur. Baxaq. Uzanımızı götürək. Baxaq. Cingiltili samit neçədir? 1, 2, 3. Kar samit 1. 2 vahid çoxdur. Bunu göstərdi özün. Doğrultdu. Bura baxaq. Cingiltili samit 2 çıx 1 bərabərdir 1 vahid çoxdur. Deməli, fərqli cəhətdir. Birincidə həqiqətən 2 vahid çoxdur. İkincidə isə 1 vahid çoxdur. 2 ilə 5-in yeri dəyişməlidir ki, cədvəlimiz doğru alınsın. Baxaq son sualımıza. Tərkibində ı saiti işlənmiş söz haqqında dəqiq demək olmaz. Demək olar, amma dəqiq demək olmaz. Yəni, mütləq doğru deyil. Söz bu saitlə başlamayıb, mütləq doğrudur. I ilə söz başlamayıb. Uzanan heca yoxdur. Uzanan heca, uzanan heca olmayacaq. Amma başqa hissədə uzanan heca ola bilər. Bu yanlışdır. Ən az bir hecası qalın saitlidir. I varsa saitdir və heca yaradıb, ən azı onun hecası qalındır. Bəli. Dodaqlanmayan sait var, I dodaqlanmır və varsa deməli var. I saitinin qarşılığı var, bəli. I varsa I-nin qarşılığı var. Düzgün cavab olacaq B variantı. Uzanan heca yoxdur, çünki sözün başqa yerində uzanan heca tapa bilərik.
Belə müəllimlər, əlimdən gələn qədər çalışdım ki, həm test, həm də izahı ilə faydalı olum. Ümid eləyirəm və arzu eləyirəm ki, sınağı işləyənlərin və izaha qulaq asanların xoşuna gəlsin, faydalı olsun. Əgər rəy olaraq nəsə bir fikriniz olsa, mütləq şəkildə bildirin. Hər birinizə diqqətinizə görə təşəkkür eləyirəm və çıxdığınız bu ağır MİQ sertifikasiya yolunda hər birinizə uğurlar arzulayıram. Təşəkkür edirəm.